Allahın salamı olsun hidayətə tabi olanlara. Əziz müsəlmanlar, gözəl dostlar, Allahımız Quranda buyurur ki, zalimlara meyl etməyin, yoxsa sizə Allahın əzabından bu dünyada da, axirətdə də Allahın əzabından heç kəs kömək eləyə bilməz. Axı, biz Allahı seviriksə Allahın sözünə uymalıyıq da, düzdür. Allah bizə əmrləri, öğüt nəsihətləri, hökmləri, qissələri ona görə anladır ki, biz xeyir tapaq. Quran həyat navigatorudur. Ancaq biz, məsələn, mən özüm məktəb vaxtı keçirsə, Quran yadda qalar da, 40 yaşdan sonra başlamışam Quran oxumağa, yəni elə də yadda qalmır. Lazım gələndə ki, yadıma düşsün, bax, filan problemdə hansı ayə ilə mən o problemi keçə bilərdim, o ayə yada düşmür. Adam öyrəşmişik də öz bildiyimizi eləməyə. Sonra adam yadına düşür. Amma mən bilirəm ki, uşaq vaxtından hopdurulsa adama, adam xoşbaxt ola bilər. Məsəl üçün, bir ayədə deyim, Allahımız Quranda buyurur ki, möminlər o kəslərdir ki, cahillər onlara söz atdığı zaman onlar vüqarla keçər, salam deyib vüqarla keçərlər onların yanına. Həqiqətən də çox davalar olur, məktəb vaxtından elə başlayaraq. Məsəl üçün, uşaqlarda olur bir-birinə söz atmaq falan. Biri bir söz deyir, o sözün ipindən, ucundan tutaraq davalar yaşanır, nələr yaşanır, qanqaraçlıqlar düşür. Ancaq ki, kim bu ayəni yadına sala bilər o momentdə? Heç bilmirlər ki, bilən, məsələn, mən bilirəm, orada ki, evdən demişəm ki, bilmişəm ki, mənim qanım qaralacaq. Evdən öz-özümdə yadında saxlaya-saxlayacaq. Belə olsa, deyərəm, salam, başqa söz demərəm, keçib vüqarla keçib gedərəm. Bunu eləmişəmsə, xeyir tapmışam. İnanırsınız ki, orada böyük bir dava, böyük bir müsibət düşə bilərdisə, o salam sözünü deyib keçəndə, inanın ki, elə gözəl belə hamarlanır ki, problem. Yaranmır daha doğrusu problem. Problem yaranmır, adam əhvalı yerində qalır. Adama qarşı kimsə dəhşət yaradacaqsa, onun özü çaşıb adama salam deyir. Çox gözəl bir əhval yaranır. Adam qəlbən belə, ruhu dincəlir. Amma Quranda çox gözəl Allahdır, anladır da, onun sözləridir, bizə başa salır həyatda yaşamağı. Ancaq mən olub dəfələrlə yenə deyirəm, yadımdan çıxıb, lazım gələn yerdə ayə yadıma düşməyib, amma elə olub ki, hansısa problemi olub. Məsələn, psixologiyanın Quranla bərpası adında mənim səhifəm var idi. Facebookda. Həqiqətən də psixologiyanı Quranla bərpa eləmək mümkündür, yox, elə psixologiyanı Quranla bərpa eləmək mümkündür. Yəni ki, mümkündür, sualını vermirəm, dəqiqliyi ilə. Mümkündür, yox, elə odur əlacı. Psixologiya Quranla bərpa oluna bilər. Dünyamız Quranla xilas ola bilər. O adda da Facebookda mən Quranla dünyamızı xilas edək da qrup açıram, amma elə səbəb olub ki, bağlanıb. Nəysə ki, indi yenə təzəsini açmışam. Facebookda qrup, eyni addadır elə, Quranla dünyamızı xilas edək. Yəni, mən olub ki, bayaq onu deyirdim, ki, Quranı adam yadına sala bilmir, ziyan tapır. Sonra yadına düşür, deyir, Allah demişdi ki, filan momentdə belə elə.
eləsəydin nə gözəl olardı. Heç bu qədər acı çəkməzdi. Amma elə də olur ki, məsəl üçün psixoloq Qurandır. Yəni ayələrdir. Getmişəm, hansısa başıma müsibət gəlib, ya gələcəkdir, çıxılmaz vəziyyətdə. İnan ki, heç kəs ona əlac edə bilməzdi. Heç kəs normal söz deyə bilməzdi. Deyirlərsə, ta da vəziyyət xarab olurdu. Sakitləşmək, yəni rahatlaşmaq olmurdu. Allahımız daha buyurur ki, qəlblər Allah'a zikr etməklə aram tapar, mütmain olar. Və mən Quran kitabını əlimə alıb oxumuşam. Elə bir ki, axı deyirlər, Quran canlı kitabdır. İnanın ki, doğrudan canlı kitabdır, qurban olmalılar. O kitabı oxuyanda elə bir ki, Allah mənlə danışır da. Orada ayəni oxumuşam, demişəm, bax, elə bir problemlə bağlı, elə bir ki, Allah deyir ki, bax, bu, o həmən orada yazılanı eləmişəm, ona uyğun hərəkət eləmişəm, yəni. Bütün rahatçılıq tapmışım. Mən psixoloqa da geçsəydim, qohumla da, ana, bacı, ata, qardaş, hamısı yığılsaydı belə ki, qohum əqraba ki, mənə kömək eləsin, heç bir xeyir olmayacaq. Elə momentlər var. Amma Quranın, yəni Allahımız ona görə göndərdi, bizim xoşbəxtliyimiz, əmrləri bizim xoşbəxtliyimizdir. Öğüt nəsihəti, hökmləri. Bir sözlə deyim, istəyirdim ipə sapa düzülməmiş kitabdan oxuyum, gözəl kəlamlar. Ancaq bir söz deyim, nə deyəcəkdim, yadımdan çıxdı deyə uzatdım. Mən beləyəm də. Sözü uzadıram, sonra o yarımçıq qoyub uzadıram, genişliyə gedirəm. Çox incəliyirəm, deyirlər elə. Ondan sonra da yersiz çıxır, özü elə şeylər. Yəni, qabağımdakı uşaq deyil ki, başa düşürdü amma xoşum gəldi, geniş, təəssüratlı danışmaq. Bacardığım qədər ona can atanda əvvəldə nə deyəcəkdim yadımdan çıxır. Belədir, bəli. Allah bizi sevir. Yadıma düşdü. Bax, Quranı oxuyurlar avazla, düzdür? Yəni Allahımız Quranda, mən deyəcəm, o səhvdir, olmaz. Müsəlmanlar ona görə bu gündədir. Müsəlmanların bu günə düşməyinin səbəbinin birinci, başlıca amili odur. Səbəbi odur ki, müsəlmanlar bilməyərəkdən eləyirlər. Vallahi bilsələr eləməzlər. Çoxu da bilir amma. Mən heç vaxt deyəcəm, yenə o yarımçıq qoydum, keçdim o bürücüm deyə. İnşallah yadından çıxmaz. Mənim bu belə bir üsulum var, elə danışırımda. Yəni ki, mörtəzə qoya danışıram. Yəni insanlar, Allahımız, gəlin Allahın sözündən qabağa keçmək. Allahımız Quranda buyurur ki, Quranı tilavət edin. Tilavət etmək, yəni izahlı lüğətdə bir mənası, tilavət etmək sözünün bir mənası avazla oxumaq deməkdir. Bir mənası isə nurlanıb, nurlandırmaq mənasına gəlir. Avazla oxumaq Quranı olmaz. Allahın əmrlərini, hökmlərini, öğüt nəsihətini, bildirdiyi qissələri olmaz avazla oxumaq, musiqi şəkildə oxumaq olmaz. Allahımız buyurur ki, Quranı aramla, düşünə oxuyun. Tilavət edin, o deməkdir ki, digər mənası nurlanıb, nurlandırın mənasına çatır. Odur tilavət edin demək. İzahlı lüğətdə bir neçə məna olur. O avazla oxumaq düzgün gəlmir. Düzgün deyil. Məsəl üçün, mən Allahın kitabından bir misal gətirim. Tutaq ki, deyim ki, qəlblər Allahı
anmaqla aram tapar. Namaz qılın, zəkat verin. Bunu deyə bilərəmmi ki, avaza uyğun, məsələn, günahdır da demək, belə ürəyimə şək gətirməyim, indi təsəvvür yaratmaq, sonsuz hamı bilir avaz nədir. Qəlblər Allahı anmaqla üzün tapar, namaz qılın, zəkat. Axı olmaz, Allah yox, heç balaca uşağın dediyini o cür demək olmaz. Günahdır, bu ağız əyməyə oxşuyur. Mən sözün əsl mənasını deyim ki, bu ələ salmağa oxşuyur. Bir yandan adam düşünə bilmir, avazla olanda adam musiqi şəklində. Onu necə qulaq asasan, fikir verib, düşünə-düşünə aramla Allahımız buyurur, aramla düşünə-düşünə oxuyun. Yavaş-yavaş düşünə-düşünə oxuyun, dərk edin, nurlanıb nurlandırın mənasında da tilavət sözü. Yəni ki, oxuyun, nurlanın, yəni o cür Qurana uyğun yaşayın, dərk edin, ona uyğun da yaşayın və başqalarına da təbliğ edin və başqaları da nurlansın. Yəni, sizə çatdırın başqalarına, oxuyan, bilən, Allahımız Quranda tez-tez deyir ki, de. Yəni, bilən digərini desin. Peyğəmbərimizin davamçısı olmaq nə deməkdir ki? Yəni, o demək ki, Peyğəmbərimiz nə edirdi? Onun davamçısı olmaq, yəni Quranı təbliğ eləmək. Quranı özündən hədislərə əsasən, nəyə əsasən yox. Quranda mütəşabih ayələr var, bir də mühkəm ayələr var. Mütəşabih ayələri biz bilirik ki, başa düşmək üçün onların açıqlayanı var, təkrarı var bir də, açıqlayanı var. Elə adamlar, fitnə salmaq istəyən adamlar o mütəşabih ayələri götürüb istədikləri donu geydirirlər, istədikləri şəkildə izah edib, başqa dindən çıxardılar cəmaat. Halbuki onun açıqlayanı var. Yəni, o açıqlayanla o puzzle şəklində yığılana bilinir ki, Allahımız bizə nə deyir. Olmaz axı da, olmaz. Bunu mən bilirəm, müsəlmanların, mən dəqiq bilirəm. Müsəlmanların pis gündə yaşamağın səbəbi odur. Mən özüm yadımdadır, o biri evimizdə 9 il qabaqda, 8-9 ildir bura köçmüşəm. Allahı sevirəm deyə Türkiyədən, televiziyada, orada televiziya var mıydı, burada yoxdur. Televiziyada, Türkiyədən məsciddə otururlar belə kruq şəklində, biri də ortaqlı belə oxuyurdular. Avazla geyimli, o xüsusi geyimdə otururlar. Biri oxuyur, saatlar çəkirdi, 1 saat, 2 saat. Quran güya zikr edirlər, avazla. Qulaq asırdım, çox istəyirdim qulaq asım. Allahı sevdiyim üçün xüsusi, yəni qulaq asmaq istəyirdim, cəhd edirdim qulaq asım. Amma gördüm, nəysə, hörmətim böyük idi, amma gördüm nəsə yox, ürəyim mütmani olmur. Elə bir ki, adamı yorur. Adam, o düzgün deyil, düzgün olmayan şeydə yaxşı enerji olmur. Yaxşı təsir eləmir adam. Allahımız buyurur, tilavət edin, yəni nurlanıb nurlandırın. Bilin, öyrənin və başqalarına çatdırın haqqı. Müsəlman, bax, Quran kitabını gətirim indi, yazır. Amma özünüz bildiniz də, yəni bilirsiniz, avaz şəklinə salında cürbəcür avazlarda oxuyurlar. Ələ salmaq kimi çıxmır, ələ salmırlar, Mən deməm ki, ələ salırlar, amma ələ salmaq kimi çıxır. Mən deyirəm ki, məsəl üçün, bu ələ salmaq kimi çıxır. Kimsə gələ deyə ki, Sevinç dedi ki, bu ələ salmaq kimi çıxır. Çıxmır, çıxır axı. Mən demərəm, mən elə dedim. Onu mən niyə elə ağzımı elədim? Ya, elə ki, ələ salmaq mənasında heç kəs eləmir. Amma ki, yaxşı, necə çıxır? Kimsə geçsin, desin ki,
müəllimə, atam deyir ki, sabah iclasa gələcəm. Yəni, ata müəllimə deyir ki, sabah iclasa gəlin. Desin ki, ata müəllimə deyir ki, sabah iclasa gəlin. Ata elə gülər, orada çıxıb dönüb gedər. İclas haqqında fikirləşməz. Ha, müsəlmanlarda ona görə bu gündədir. Olmaz. Baxırsan, uşaqdır, o qan aparır. Mən görmüşdüm videoda, 10 neçə yaşında uşaqdır, balaca uşaq. Dağıdıblar bütün, o partladırlar. Uşaqlar da yetim qalır, toz torpağın içində qan aparır. Quranı açıb titriyə-titriyə avazla oxuyur. İnan iş bəlkə də o oxuduğu ərəbcəni bəlkə də başa düşmür. Bəlkə də hansı ölkədir, ərəbcəni başa düşmür bəlkə. Mən də əvvəl ərəbcə oxuyurdum, qızıma da öyrətmişdim. Ərəbcə oxuyurdum, avazla oxuyurdum. Getmişdim müəllim yanına öyrənmişdim o ərəbcə. Oxuduqca gündə 5 varaqda qarşıma məqsəd qoyub oxuyurdum. 5 varaq oxuyurdum. Azərbaycanca oxuyanda yorğun vəziyyətdə olduğum üçün az oxuyurdum. Gündən günə pis günə düşürdüm. Adam əziyyət çəkər, həyat məşəqqətlərlə doludur. Həyat məşəqqətli həyatdır. Mən demirəm ki, Quran oxuyanda adam əziyyətə düşmür. Ancaq adam əziyyət çəkəndə də keyflə çəkir. Yəni, adam qəlbi mütmaini olur. Belə ipə çapa düzülmüş İncilər kitabından gələn dəfə inşallah oxuyaram. Nəsə, işığım elə son vaxtlar elə zəifdir. Əvvəl açıq ilə oxuya bilirdim. İndi açıram, görəm, heç nə oxuyamıram. Açıqsız da qaranlıq kimi. İşığı düzəltdirərəm inşallah. Belə, sağ olun, Allah amanında, gecəniz xeyrə qalsın. İnşallah sübh namazına qədər yatmayacağım. 4-ə yaxında sübh namazı qılaram. Müsəlmanlar inşallah, hamı qılır inşallah. Elə sevinirəm sübh namazına oyaq qalanda. Sonra da, yəni, sizdən ya da deməyim, yersiz çıxar. Deyirəm, yəni, görsən nə eləmək olar ki, adam az yatsın da. Mən 7-8 saat yatıram. 3-4-5-6 saat yatanda çox sevinirəm. Amma bu retki olur. Nətər eləyim, necə eləyim bilmirəm ki, mən az yatım da. Gündəlik bir istəyirəm 3 saat yatam. Uzağı 4, ən uzağı 5 saat. Yəni, Allahımız Quranda buyurur necə yatmaq lazım. Buyurur ki, möminlər o kəslər ki, gecənin ya 3-1-ni yatırlar, ya 3-2-sini, ya da yarısını. Hərdən belə, hərdən elə. Və ibadət edirlər gecə vaxtı, oyaq qalanda. Sağ olun, Allah amanında, inşallah salamat olsam gələn görüşlərə qədər deyirəm. Sağ olun.